İnvaziv radioloqun süd vəzi xəstəliyi rolu əslində çox genişdir. Mən invaziv radioloq olaraq bunların hamısını tətbiq edirəm. Amma eyni zamanda bir süd vəzi radioloqu kimi də vətəndaşımızı, ölkəmizdəki qadınları, eləcə də gənc həkimləri maarifləndirməyə çalışıram ki, bu xəstələrin ilkin olaraq müraciət edəcəkləri həkimlər əslində heç bir diaqnozun yoxdursa, birbaşa süd vəzi radioloquna müraciət etməlidir. O həkim sizə yaşınıza, şikayətlərinizə, probleminizə uyğun olaraq sizə lazım olsa mammoqrafiya, tomosintez müayinələri, ardından ultrasəs müayinəsi və yaxud da yaşınız çox gəncdirsə, əvvəlcə ultrasəs, ardından digər müayinələri apararaq, lazım olsa MRT, lazım olsa biopsiyasını icra edib diaqnozunuzu qoyacaq. Diaqnoz qoyulduqdan sonra isə onkolojik bir xəstəlik çıxdısa, xərçəng çıxdısa, xərçəngin mərhələsini təyin etmək yenə radioloqun işidir. Yenə biz radioloq olaraq onun mərhələləndirməsini eləyirik. Yəni haralara yayılıb, başqa orqanlara yayılıbmı, sümüklərə, ağciyərə, qaraciyərə yayılıbmı bu xərçəng, qoltuq altı limfa düyünlərində yayılma varmı, yoxmu? Biz bunları təyin etdikdən sonra xəstəliyin mərhələsini artıq ortaya qoyuruq. Mərhələsini ortaya qoyduqdan sonra isə artıq biz bunun müalicə taktikası nə olacağını ortaya çıxartmış oluruq təbii olaraq. Ona müvafiq olaraq xəstəni cərraha və yaxud da kimyoterapevt həkimə yönləndirmə iqtidarındayıq.